tez gəl. 2 saatdır çıxıblar, gəlmək bilmir. Ana bala nə iş çevirirlər, heç başım da çıxmır. Həqa, sən evdəsən? Şükür Allaha. Nə yaxşı gəlib çıxa bildiniz, ha Şövqiyə. Nədir bunlar? Elə bilsən nişan alış-verişi asandır. Sənədə o tükən sənə, bu tükən mənim. Keyfiyyətli məhsul axtarım. Əlbəttə ki, orası elədir. Yaxşı, bəs bizim bu bəyimiz haradadır? Seyfi. Buradayım, ha. Gəl oğul, gəl. Qəşəy də alış-veriş eləmişsin, da. Gəl. Həyecanlısan mı? Əlbəttə ki, hayatım. 3 günə həm ad günümdür, həm də ki nişanım. Kimə həyecanlı olmaz ki? Amma belə heç üzvə baxanda bilinmir. Mənim də Allah həqiqətə ciddidir də. Seyfi ana baba. Zaten Yusuf'un nə istəyirsən? Sənin əlindən nə olsa mənə qəbuldur, amma dolma plov pişirsən əla olar da. Gözlərin üstə. Yaxşı. Ay Şövqiyə, sən Allah, o həkimin nömrəsini ver də mənə. Bilmirəm, bu telefonda yenə silinib ya nə olubsa, tapa bilmirəm. Neyiniysən həkimin nömrəsini? Bu mənim dərmanlarım yoxdurmu? Onların reseptlərini itirmişəm yine, tapa bilmirəm. İndi sabah birisi gün qutaracaq dərmanlarını. Sonra gec qəbul edəyərəm, axlı yaxşı qutarmaz. Sən həkimin nömrəsini ver, mən reseptləri öyrəm. Oğlun ölür ki, sən dərman dərmişsən, ata. Anacan, yaşıl paketin içində bir aptek paketi var. Onu gəlir. Mən də deyirəm, boşa niyə aptetirdirsən? Ay bala, sən hardan biləsən mənim dərmanlarım hansılardır, harada satılır? Reseptini evdən çıxanda götürmüşdüm. Bəlkə onda elə həkimin nömrəsində sən silmirsən? Yox da, yox edəyin eləməmişəm. Özünün başçısın, tapanmışsın. Neyniyim bala, bizim vaxtımızda bəyən belə şeylər var idi. İndi olaydı mənim cavanlığım, gör necə hər şeydən başım çıxırdı. Yaxşı, yaxşı. Nəysə, mən gedim işə. Ged kimi. Seyfi ana baba, akşama yeməyi pişirir sənə. Ürəyin nə istəyirsə bir şey, anacan. Dedim axı bana. Sənin əlindən nə olsa mənə qəbuldur. Yaxşı ana baba. Get bala, get. Mən də gelib dərmanlarım. Yaxşı, başqası. Ana, ata, haradasınız? Bacı ana baba, nə olubdu? Nə oldu ay bala? Tez mənim ehtiyat çantam gəlir. Mən təcili Qarabağ getməliyim. Niyə? Yalnız ana, təlimə də necə girib gəldim, indi evə. Birisini gətirirəm. Tez ol. Ay bala, bəs sənin ad günün, nişanın, bunları nə yiyəcəksən, hara gedirsən? Gözləyin ata, bu mənim işimdir. Mən heç cür əlləb eləyəmməm. Seyfi, ən azından yemək satırmaqdan deyərdin, yemək hazırlayardım. Vaxt yox Diana, yoxsa deyərdim. Çantaya şirniyyat, meyvə şirəsi qoydum. Yolda aç qalma. Yaxşı ana, yaxşı. Ver. Oğul, sən bizdən nəsə gizlətmirsən? Yox, nə gizlərəsiyəm? Dəqiq. 100%. Olsun. Tamam. Heç olmasa anava deyərdin, biz sənə üçün halva doğrardı da. Amma sən sevirsən. Gedim gəlim, inşallah pişirər, yiyər. Deyirəm, nə yaxşı ki, biz heç olmasa sənin üzünü güldüyün bir dəfə də gördük. Mənim babam ciddidir də. Nəysə. Gəlin sizi bıçaqlayayım. Getdim mən. Allah'a emanet ol.
cennet ve cehennem derdiler. Bazen olurdu ki inanmırdım. İnsan gözüyle görmediği yere nece inanabilir axı? Bura gelenden sonra, cenneti görenden sonra Allah'ın adaletinin nece büyük olduğunu gördüm. Bura gelenden sonra hiç bir derdim yoktu. Bircə bacımıza rəngizi düşünürəm, bir də torpaqlarımızı. Salam. Torpaqlar üçün narahat olmayın. Torpaqlarınız həmin əllərdədir. Bir dəqiqə, siz kimsiniz? Nə demək istəyirsiniz? Qarabağ artıq azaddır. Biz 44 günlük Vətən müharibəsinin şəhidləriyik. Zahir İsmailzadə, Qarayev, Tural. Aman Allah'ım, torpaqlarımız işğal altından azad oldu. Torpaqlarımıza təmizlik, yenidən qurma işləri aparılır. Bəs sən kimsən ki? Mən lokal antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış polis Seyfi Abdullayevəm. Siz benim ve bütün şehitlerin lisansını alarak zirveye ucaldınız. Bu bizim borcumuzdur. Amma mən anam Şövqiyə və atam Fəqandan yana çox darıxmışam. mən də anam Sevil üçün və nənəmdən ötürü çox darıxmışam. Gözüm hər yerdə anam Səmayə ilə atam Şahini axtarır. Kaş bir defa da olsa Zərengiz bacımı bərk qucaqlayabilirdim. Seyfi, oğul, rahat yat. Gözün altında qalmasın bala. Sənin yolunu qardaşın davam etdirir. Hər gün dərmanlarımı vaxtı-vaxtında atıram. Narahat olma bala. Oğlum, ad günü keçirebilmesek de ilk dönümünü keçirdik. Zalim, nenen qurban. Hər gün sən toxuduğun paltarları qoxlayıb, elə yatıran bala. Sənsizlik sevgili çox incidir. Sənsizlik nənəni çox incidir. Oradan değilsen bana. Bana bir işare ver. Kazan yemek pişirip koyma pencerenin kabağına. Ruhuma gelme. Oradan çıkanma bana. Sənsizlik ürəyimi dağlayır bala. Canım çox yanır. Dözə bilmirəm. Çox yaxın zamanda yanıma gələcəm oğul. Söz verirəm. Vəfa, bacın ölməyib təbə. Sənin igidliyini, qəhrəmanlığını aləmə eyrədən. Ölən bir günmə qədər adada yaşadacaq. Azərbaycanın azadlığı, tövliyi, Suverenliyi, Müstəqilliyi uğrunda. hər daim canımızı qurban verməyə hazırıq. Qarabağ Azərbaycandır! Qarabağ